Nədənsə 15 mart buraxılış imtahanında istifadə olunacaqmış kimi hiss edirəm. Bu tip sual ola bilər. Deməli, bizə nə verib? Bizə belə bir kvadrat tənliyi verib. X kvadrat çıxılsın 6x üstə gəlsin 4 bərabərdir 0. Bizdən nə istəyir? Bəs bu tənliyin köklərinin kökünün cəmini istəyir. Biraz yanıltması kimi oldu. Deməli, kök adda x1 üstə gəlsin, kök adda x2 bərabərdir sual bunu istəyir. Əvvəla, bu çevrilmiş kvadrat tənlikdən mən nə bilirəm? Mən bilirəm ki, x1 üstə gəlsin x2 bərabərdir uşaqlar nəyə? 6-ya. Düzdürmü? Digər tərəfdən də bilirəm ki, x1 vurulsun x2 bərabərdir 4-ə. Bəs mənə lazımdır kök altında x1 üstə gəlinsin, kök altında x2 lazımdır. Düzdürmü? Bunu necə yarada bilərəm? Buradan yarada bilərəm bu ikisindən eyni anda istifadə edib. Ya da belə bir şey fikirləşirəm. Mən deyək ki, hər hansı bir, bunun cavabı deyək ki, bir A-dır. A-dır və özü də sıfırdan böyükdür. Nəyə görə? Çünki bu kökdən də mənfi çıxa bilməz, bu kökdən də cəmsi deməli müsbət olan hər hansı bir ədəddir. Düzdürmü? Deyirəm ki, mən A-nı axtarıram və bunları yarada bilmək üçün bunun hər iki tərəfin kvadrata yüksəldirəm. Kvadrata yüksəldəndə nə olur? Kökdə x1-in kvadratı olur x1. Üstə gəlinsin, kökdə x2-nin kvadratı olur x2. Birincinin ikinci hasilinin 2 misli nə olur uşaqlar? 2 kök altında x1 vuraq x2. İkisi də kökün altında olduğu üçün bir kökün altında yaza bilərəm. Bərabərdir a kvadratına. Düzdürmü? İndi bax bunun əvəzinə 6 yazmaq olar. Onda bura yazıram 6. Üstə gəlinsin, 2 vurulsun. Bəs bunun əvəzinə nə yaza bilərəm? 4 yaza bilərəm. Görürsənmi burada? Hasili 4-dür. Bərabərdir a kvadratına. Bu nə eləyir? 6 üstə gəlinsin, 2 üçün 4 eləyəcək. Buradan 2 çıxacaq, 2-yə vurulacaq 4, bərabərdir a kvadrat. Deməli, a kvadratı bərabər oldu nəyə? A kvadratı bərabər oldu 10-a. A nəyə bərabərdir uşaqlar? A bərabərdir kök altında 10-a. Deməli, bizim axtardığımız x1, kök adda x1 üstə gəlsin, kök adda x2 ifadəsinin qiyməti nəyə bərabər imiş? Bərabər imiş kök altında 10-a. Cavab oldu kök adda 10. Belə. Məncə maraqlı sual idi. Bəs səncə rəy yaz, fikir bildir, videonu bəyən, paylaş, zəhmət olmasa. Kanalımıza da abunə deyilsənsə bir zəhmət abunə ol. Bu sualı istəmişdi Cəbrayıl. Sağ olun.